Bu gecə Quranı başımızın üzərinə qaldırırıq. Bilmirəm, bəzi adamlar bundan niyə qıcıqlanır? Deyir, niyə görə Quranı başının üzərinə qoyublar? Bilmirəm, nə pis şey var ki, insanlar Quranı başının üzərinə qoyur. Bir xalq, bir toplum kitabı başının üzərinə qoyursa, bu ancaq fəxr olunası bir haldır. Baxasan, deyəsən, əhsən bu ümmətə ki, kitabın yeri bunun başının üzərindədir. Kitab baş üzərinə qaldırılırsa, heç olmasa simvolik olaraq da qaldırılırsa, yavaş-yavaş düşündürməlidir ki, kitabın, mərifətin, elmin yeri baş üzərindədir. Din adı ilə baş kəsənlərdən narahat olmaq lazımdır. O müharibəni cihad adlandıran bugün bundan narahat olur. Deyir ki, başın üzərinə Quran niyə qoyulur? Quranın gəldiyi gecədir, Quranın nazil olduğu gecədir və Quranın yeri bizim başımızın üzərindədir. Quranın yeri bizim başımızın üzərindədir.